Bugünkü mövzu İyyəkə na'budu və iyyəkə nəstə'in. Gəldik bu ayəyə. Baxın. Yəni sənə ibadət edirik. Yəni ayəsi Fatihə surəsinin qəlbidir. La ilahe illallah. İyyəkə na'budu. Ey Rəbbimiz, yalnız sənə ibadət edir. Yəni bu ayə göstərir ki, həqiqi ibadət yalnız dildə deyil, bütün varlıqla, qəlbinlə, dillə, əməllərlə edilməlidir. İbadət yalnız Allaha aiddir. Baxın, dua ibadətdir. Allahdan başqasından ya övliya, ya imam istənilməz. Çünki nədir? İyyəkə na'budu. Biz sənə ibadət edirik. Hatta buyuruyor Cin surəsində. Və ennəl məsəcidə lillahi. Məscidlər Allahındır. Fələ təd'u ma'allah əhədə. Allahla yanaşı digərlərindən istəməyin deyir. Necə ola da insan desin ki, ya övliya kömək ol, ya imam kömək ol. Baxın, Fatihə surəsi, yəni İyyəkə na'budu, Fatihə surəsinin qəlbidir. Fatihə surəsi göstərir ki, kainatda hər bir hərəkət edən və ya sakit duran, görünən və görünməyən, böyük və kiçik hər bir şey öz yaradıcısının varlığına, xaliqinə və onun ibadətə layiq olmasına dəlildir. Yəni Allah bütün bu kainatı, göyləri, yerləri, 7 səma, milyardlarca ulduzlar, 200 milyondan çox galaktikalar, bütün bunlar nə üçün yaradıb? Yaradıb ki, insan Allah'a ibadət eləsin. Onu yaratmayıb ki, Allah Teala gedib qəbirdən, daşdan, ölmüş insandan kömək istəyəsən. Yəni Allah bütün məntiqlə mümkündür bu. Allah bütün bu kainatı yaradıb ki, sən gedib qəbirdən kömək istəyəsən, ya imam kömək ol, ya övliya kömək ol deyəsən. Allah bunun üçün yaradıb bütün kainatı. Bütün kainatı və insanı buna görə yaradıb ki, insan gəlib insana ibadət etsin, yoxsa özünə ibadət etsin. Hər zərrə, hər nəfəs, hər səma, hər ulduz Allahın kamil elmini, sonsuz qüdrətini, dəqiq yaradıcılığını və hikmətini göstərir. Subhanallah.